Bizim bugünkü dərsimiz inklüziv təhsildir. İnklüziv təhsil fiziki, psixi, akademik, sosial, emosional, intellektual bu xüsusiyyətlərindən, öyrənmə çətinliklərindən və sağlamlıq imkanlarından asılı olmayaraq təhsil prosesinin hər kəs üçün əlçatan olmasıdır. İnklüziv təhsilə əsasən bütün şagirdlərin qarşılaşa biləcəyi hər hansı çətinlikdən asılı olmayaraq keyfiyyətli təhsil almaq hüququna malik olmalarıdır. İnklüziv təhsilin mənası inklüziyaya daxil etmək deməkdir. Yəni ki, sağlamlıq imkanlarında məhdud olan insanların cəmiyyətə adaptasiyasıdır. Uzun müddət belə hesab olunub ki, sağlamlıq imkanlarında məhdud olan uşaqlar ayrıca təhsil almalıdır. Təhsil müəssisələrində ayrı olması, onların digər insanlarla bir ortamda təhsil almaması, cəmiyyət üzvləri onlara fərqli yanaşmasına təsir eləyirdi. Hətta bəzən elə olurdu ki, xüsusi qayğıya ehtiyacı olan insanlar məktəbdən sonraki həyatında belə, karyera həyatında belə çətinlik çəkməyə bilirdilər, yəni çətinlik çəkirdilər. Lakin araşdırdılar və tədqiqatlar belə göstərdi ki, sağlamlıq imkanları məhdud olan şagirdlər digər şagirdlərin eyni ortamda olsalar, təhsil alsalar, bütün iştirakçılar üçün həm faydalı olar, həmçinin də cəmiyyətin belə insanlara münasibəti daha da yaxşılaşar. Və daha sonra xüsusi qayğıya ehtiyacı olan şagirdlərin hansı ki, oxuma və yazmada, riyazi və sosial elmlərdə akademik nailiyyətlərində böyük dəyişikliklər müşahidə olundu. Yəni, onların sağlam uşaqlarla eyni mühitdə olmasına. Və bundan da əlavə də onların sosial bacarıqları, ünsiyyət bacarıqları inkişaf etməyə başladı. Sağlamlıq imkanlarının məhdud olmayan şagirdlər isə həmyaşıdlarına müsbət münasibətlə müşahidə olundular. Yəni, xüsusi qayğıya ehtiyacı olan yoldaşlarına mehriban davranmağa başladılar. Və inklüziv təhsilin əsasında istiqamətlər var. Bütün insanlar eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaqdır. Yəni, diskriminasiya təcrid olunmaq deməkdir. Xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumi təhsil müəssisəsinə şərait yaratmaq oldu. İnklüziv təhsilin əsas prinsipləri dedikdə isə bu 8 prinsipi biz mütləq şəkildə bilməliyik. Onlar insanın dəyəri, yəni hansılardır? İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir. Yəni, bir insanın qabiliyyəti yoxdursa, onun nailiyyəti olmayacağı anlamına gəlmir. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Yəni ki, biri 50 arabasındadır və yaxud da ki, birinin bir qolu işləmir, deməli onun hissləri və düşüncələri olmayacaq deyə bir şey yoxdur. Onların da hissləri və düşüncələri var. Hər kəs ünsiyyət hüququna malikdir və dinlənilməlidir. Yəni ki, istər fiziki qüsurundan asılı olmayaraq hər bir kəsin digər insanlarla ünsiyyət də qura bilərlər, hətta onların söz haqları və dinləmə haqları da var. Bütün insanlar bir-birinə lazımdır. Bəli, istər fiziki qüsur olsun, istər olmasın. Hər kəs bir-birindən asılıdır və bir-birlərinə lazımdırlar. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilərlər. Bütün insanlar öz həmyaşlarına dəstək və dostluq lazımdır. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. İnsanların müxtəlifliyi həyatının bütün sahələrində inkişaf etdirir. İnklüziv təhsilin ümumiyyətlə ümumiləşdirsək, yəni ki, nə üçün vacib olduğundan da aşkar oldu ki, yəni ən başlıca xüsusiyyətlərindən biri də şagirdlərin özünə inamını yüksəltməsidir. Yəni, sağlamlıq imkanları məhdud olan şagirdlərin işləmək üçün onları ənəvi üsullardan özünə inamı zərərli təsir göstərir. Ona görə də biz onları daha, yəni ki, hansı ki, kiçik qruplara ayırırıq, digər şagirdləri ayrı öyrətmək, onları ayrı öyrətmək kimi olmaz. Bu zaman uşaqlar bir-birlərinə artıq fərqli davranışlar bəsləmiş olacaqlar. Yəni, inklüziv təhsilin əsas məqsədi də elə bundadır ki, bütün şagirdlər ədalətli davransınlar və bərabər imkanlar əldə olunsun. İnklüziv təhsil mühitində də şagird müxtəlifliyi və unikallığı ön plana çəkilsin. Daha sonra isə müəllimələr. İnklüziv təhsildə ünsiyyət bacarıqları var ki, ünsiyyət bacarıqları inklüziv sinifin bütün şagirdləri bir-biri ilə ünsiyyət qurmaq bacarığını təkmilləşdirməyə imkan verməlidir. Şagirdlər təcrid olunsaydı, onların sosial dairələri daha kiçik olardı. Daha geniş siniflərdə qarşılıqlı əlaqədə olmaq imkanları daha az olardı. Və buna görə də onlara ünsiyyət bacarıqlarını gücləndirmək və müxtəlif səviyyəli sosiallıqla, yəni qarşılıqlı əlaqəyə
olmağına imkan yaratmaq lazımdır. Bundan da başqa onları məktəbdən sonraki həyatda hazırlamağa və karyeraya hazırlamağa biz kömək eləməliyik. Şagirdlər gələcəkdə hardasa bir işçi kimi çalışdıqda müxtəlif bacarıqlara malik, müxtəlif icmalarda birlikdə işləməyə bacarmalıdırlar. Onlara da bunu hazırlamaq məntiqli və məqsəduyğun hesab olunurdu. Daha sonra isə bunlardan əlavə də inklüzivin hansı ki əsas vacib məqamları var ki, kitabda da qeyd olunduğu kimi bütün şagirdlər öz icmalarının bir hissəsi ola bilirlər. Aid olma hissi olur onlarda, öyrənmək üçün daha səmərəli imkanlar yaradılırlar, uğurlu inklüziv fərdin güclü tərəflərindən biri olur, valideynləri məktəbə cəlb olunmağa və övladların təhsil üçün müəllimlərə əməkdaşlıq etməyə təşviq eləmək lazımdır. Yəni ki, sual versə ki, maarifləndirmə, ilk maarifləndirmə kimdən başlayılır? Təbii ki, ilk maarifləndirmə və ilk başlıca valideynlərdən olmalıdır ki, valideynlər çox zaman uşaqlarını məktəbə getməyə və digər insanlarla ünsiyyət qoyulmağa icazə vermirlər. Və sual versə ki, bir sinifdə nə qədər inklüziv uşaq olar? Bir sinifdə 5-10% inklüziv uşaq ola bilər, ondan artıq olması qeyri-mümkündür. Sinifdə inklüziv təhsil necə tətbiq olunur? 21-ci əsr bacarıqlarından hansı ki, inklüziv təhsil həm təhsil proqramının məzmununda, həm də şagird müxtəlifliyində çox yaxşı özünü göstərmişdi. Daha sonra belə deyə bilərik ki, hər ikisində yaxşı başa düşüb anlayırdılarsa, onlara öyrənmə və öyrətmə mühiti daha asan başa gəlirdi. Əgər müəllim problemin hər birini şagirddə olduğu kimi, yəni problem baş verən zaman bunları şagirdə olduğu kimi izahını verə bilirsə, o problemi aradan qaldıra bilirsə, hər kəs olduğu kimi qəbul edə bilirsə, deməli, müəllim şagirdə, təhsildə bərabər imkanları yaradır. Daha sonra isə universal öyrənmə dizaynı var ki, bu universal öyrənmə dizaynı müəllim üçün bələdçi rolunu oynayır. Yəni ki, burada öyrənmə dizaynında bütün fərdlərin, o cümlədən sağlam imkanları məhdud olan şagirdlərin bərabər imkan çərçivəsində öyrənməsidir. Yəni, bu təlimatlar da şagirdlərin öyrənmə imkanlarının dəstək iştirakını təmin edir. Universal öyrənmə dizaynında əsasən 3 əsas prinsipə bölüblər. Bunlardan biri cəlb etmə, yəni nə üçün öyrənirik, təqdimat, nə öyrənirik, fəaliyyət, necə öyrənirik, anlayış üzərində irəliləyir. Biz başlayırıq ən birinci cəlb etmədən, yəni nə üçün öyrənirik. Nə üçün öyrənirik dedikdə, şagirdləri dərsə cəlb edilməsi üçündür, hansı ki, məqsədli və həvəsli olması üçün onlara motivasiya yaradırıq və dərsə cəlb edilir. Və bu dərsə cəlb olunmada öyrənilən fikri cəlb etməyə, materialın mənimsənilməsinə imkan yaradırıq. Yəni, ona görə də ilk olaraq şagirdlərə aydın məqsədlər vermək lazımdır. Hansı ki, seçim vermək, ayağa qalxıb hərəkət etmək, dinləmək, bu kimi şeylər, yəni bu prinsiplərin necə öz əksini tapır, şagirdlərin maraqları, güclü tərəfləri, ehtiyacları barədə sorğu keçirilir. Və informasiya əldə edildikdən sonra məqsədlərə doğru irəliləmək üçün müxtəlif strategiyalardan istifadə olunur. Yəni, fərdi işləmək, qrupla işləmək, baxır indi şagirdin seçiminə. Öyrənmə məqsədlərini aydın və şagirdlərə uyğun gələn şəkildə ifadə etmək lazımdır. Yəni ki, şagirdlər öyrəndiklərini onlar üçün vacibliyini anlamalıdırlar. Mahiyyətin və vacibliyin anladığı mövzunda öyrənmək şagirdə daha çox maraqlı yaranır. Ona görə də ilk olaraq şagirdlərə aydın məqsədlər veririk ki, hansı ki, ona həvəs yaratmalı və onun diqqətini cəlb eləməlidir. Öyrənmənin maraqlı cəlb olunması üçün biz müəllim olaraq alternativ yollardan istifadə eləməliyik. Yəni ki, fərdi və fərqli əks etdirən strategiyaları bilmək vacibdir. Müəllim də cəlb etmə prosesinə əsasən nələri edə bilər dedikdə isə, müəllimin özü ayağa qalxa bilər, şagirdə yaxınlaşa bilər və hansı ki, düzgün cəlb etmə üsulundan istifadə edə bilər. Yəni, məqsədli, həvəsli öyrənmək üçün öyrənməyə maraq və motivasiyanı stimullaşdırmalıdır. Sonra gəlirik təqdim etməyə. Yəni, nə öyrənirik? Nə öyrənirik dedikdə isə, bacarıqlı, bilikli öyrənənlər üçün məlumat və məzmunu müxtəlif yollarla düzgün tətbiq eləməlidir. Yəni ki, hansı ki biz burada çap olunmuş mətnlərdən, şəkillərdən, diaqramlardan istifadə edə bilirik. Yəni, burada artıq vizual görünüş olur. Oxuyaraq və eşidərək öyrənməyi dəstəkləyə bilərik. Misal üçün, görməyənlər üçün lövhədən görməyənlər üçün onu səsli şəkildə deyə bilərik. Eşitməyənlər üçün də
görüb amma eşitməyənlər üçün də həmin cədvəli lövhədən asa bilərik. Sonra şagirdləri kompüterlə işləyirsə, texnologiya vasitələrini, onların şriftlərini, ölçülərini, formalarına görə düzgün tənzimləməliyik. Oxumaq üçün mətnlər, audio kitablar kimi seçə bilərik. Yəni dediyim kimi, əgər eşitməyən şagird varsa, eşitmə qabiliyyəti zəif olan şagird varsa, onu görməsi üçün şərait yaratmalıyıq. Görmə qabiliyyəti zəif olan şagird üçün isə eşitməsinə şərait yaratmalıyıq. Fəaliyyət dedikdə isə şagirdlərin öyrənməsi və öyrəndiklərini ifadə etməsi üçün müxtəlif seçimlərin verilməsidir. Yəni məqsədyönlü öyrənmək üçün şagirdlərin biliklərini ifadə etmə üsullarını fərqləndirməliyik. Burada əsas nəyə nəzərdə tutulur? Yəni, fəaliyyət və ifadə prinsipini şagirdlərə materiallar araşdırmaq və öyrəndiklərini öyrənmək üçün onlara çoxlu təqdimatlar verməliyik. Yəni, məsələn, əhəmiyyətli hərəkətlərin pozulduğu olan şəxslər, məsələn, serebral ifriz olanlar, bunlar hərəkət pozğunluğu olan göstərə bilərlər. Sonra təşkilatçılıqda çətinlik çəkənlər icra funksiyasının pozulması kimi yerinə yetirə bilərlər. Dil maneələri olanlar öyrənmə tapşırıqlarına çox fərqli yanaşa bilərlər. Yəni hansı ki, bəzi fikirlərin yazılı şəkildə yaxşı ifadə edə bilirlər, lakin nitqdə və ya əksinə bəziləri şifahidə yazaraq da çətinlik çəkdikdə müəllim bunların hər birini nəzərə almalıdır. Yəni şagirdlərə bildiklərini göstərmək üçün kağız, qələm yerinə onların tapşırıqları başqa nə cür həyata keçirə bilərlər, o strategiyanı nəzərə almalıdır. Və yaxud da ki, şagirdlərə slaydlardan və qrafik təşkilatçılıqdan, diaqramdan, sxemdən, cədvəldən istifadə edə bilər. Bəzi şagirdlər də öyrəndiklərini rollu oyunlarla göstərə bilərlər. Yəni məqsəd odur ki, şagird nəyi nə cür bacara bilir, göstərə bilirsə, ona görə də müəllim onları nəzərə almalıdır. Və bir müəllim, peşəkar müəllim özündə inkişaf elətdirməlidir ki, bu şagirdlərlə necə davranmaq lazımdır, onlarla necə ünsiyyət qurmaq lazımdır ki, hansı ki biz onların elə sözlərdən istifadə etməliyik ki, onlara emosional deyil də həssas yanaşmalıyıq. Ümumi dərsimizin məğzi müəllimlər bundan danışır. Yəni toparlasaq bu dərsi, ümumi olaraq dedik ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olan şagirdlər üçün və ya sağlamlıq imkanları məhdud olmayan şagirdlər üçün hər ikisi üçün dərsi, təhsili əlçatan etməkdir.